qalstuğu gördünüz, sanki rəsmi bir geyimdə o gimnastika yarışlarına gəlib. Amma bu təbii ki bir elementdir. Geyimin üzərində olan mozaikalardır. Emir Hatice Gökçe. Bir də xatada bu gimnast Türkiyəni təmsil edir. I don't care as long as there is just a... So jump Emir Hatice Gökçe'nin çıxışını izlədik. Ciddi bir səhvlərə yol vermədi. Özünə görə yaxşı bir çıxış göstərdi deyə düşünürəm. Və nəzərə alsaq ki, Türkiyə düzdür. İndi idman gimnastikasında Türkiyənin güclü idmançıları var, amma bədii gimnastikada bir qədər fərqlidir. Bu ölkədə, qardaş ölkədə yenicə inkişaf etməyə başlayıb bədii gimnastika. Və bu baxımdan Türkiyə gimnastlarının da Bakıdakı Dünya Kubokunda çıxışları əlamətdar bir hadisədir bu ölkə üçün, bu ölkə gimnastikası üçün. Mənə bir şey maraqlıdır. Bax, indi Hindistan idmançısı çıxış etməlidir. Onun adı isə sadəcə olaraq Manya bir adla göstərilir. Mən bunu maraqlanmışdım Hindistanın gimnastının. O sadəcə soyadını istifadə etmədiyini söylədi və Hindistanda belə bir qayda var ki, tək adla çağırılsınlar. Tək adla da özünü ifadə edə bilər. Yəni, bəli, Manya adlı gimnast, görək indi bu gimnast kimdir? Bir qədər sonra ekranlarımıza gələcək. Ona qədər isə biz Emir Hatice Gökçe'nin çıxışından təkrar kadrlara baxırıq. Çox maraqlı geyimdə, maraqlı illüstrasiyalı bir geyimdə səhnəyə çıxmışdı Emir Hatice Gökçe. Özünə görə də yaxşı nümayiş etdirdi çıxışını. Həm artistizm baxımından, həm çətinlik baxımından. Və Ziyan